Azərbaycan Respublikası İsrailə Güney Azərbaycanla bağlı mesaj ünvanlayıb. İsrail ilə İran arasında münaqişəyə hər iki tərəfdə mülki obyektlərə və mülki şəxslərə də böyük zərər vurur. İsrailin hərbi əməliyyatları İranda Azərbaycanlıların yaşadığı əraziləri də əhatə edir və belə olduqda yerli əhali arasında itkilərin sosial infrastrukturun dağıdılması halları qaçılmazdır. Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda Azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib. İsrailin Müdafiə naziri İsrail Katz çərşənbə axşamı İranın ali dini lideri Əli Xameneiyə xəbərdarlıq edərək, onun İraqın keçmiş diktatoru Səddam Hüseyn kimi taleyi yaşaya biləcəyini bildirib. Katzın sözlərinə görə Xameneinin taleyi 2003-cü ildə devrilmiş İraq prezidenti Səddam Hüseyn kimi ola bilər. O bildirib, mən İran diktatorunun müharibə cinayətləri törətməyə və mülki İsrail sakinlərinə qarşı raketlər atmağa davam etməməsi barədə xəbərdarlıq edirəm. O, İsrail dövlətinə qarşı eyni yolu seçmiş, İranın qonşu ölkəsindəki diktatorun taleyini xatırlasa yaxşı olar. O qeyd edib ki, İsrail bundan əvvəl də İranın dövlət teleradyo şirkətinin İribin Tehrandakı qərargahına zərbələr indirib. İranın digər hökumət strukturları da hədəf alına bilər. İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib. Hökumət başçısı mətbuat konfransında bildirib. Onun sözlərinə görə İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır. Çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır. Hər şeydən əvvəl İranın nüvə silahı İsrail üçün ən böyük eksistensial təhdiddir. Netanyahu bildirib. Netanyahu bəyan edib ki, İsrail müdafiə qüvvələri İran üçün kütləvi qırğın silahları hazırlayan 10 İranlı alimi öldürüb. Lakin İsrailin yeni hədəf kimi müəyyən etdiyi daha bir neçə nəfər qalıb. O həmçinin vurğulayıb ki, İsrail mülki əhali arasında itkiləri minimuma indirmək üçün İDF-nin əməliyyatları barədə İran əhalisini xəbərdar edir. Biz əlimizdən gələni edirik. Hətta hədəflər yaşayış məntəqələrinin mərkəzində, o cümlədən Tehranda yerləşdirildikdə belə biz əhalinin təxliyəsinə çağırırıq. Onlar mövqeləri tərk edirlər, deyə İsrail rəhbəri bildirib. İsrail hökumət başçısı həmçinin bəyan edib ki, artıq məhv etdikləri bəzi hədəflər barədə hələ elan edilməyib. Biz onların radarlarını, mənzil qərargahlarını, radiostansiyalarını və tezliklə eşidəcəyiniz digər hədəfləri vururuq. Amerika prezidenti Donald Trump bildirib ki, o atəşkəs yox, İranın nüvə proqramından tamamilə imtina etməsini gözləyir. Kanadadan ayrılarkən danışan Trump hadisələrin inkişafını Ağ Evin situasiya otağından izləyəcəyini söyləyib. O, İsrailin İrana hücumlarının davam edəcəyini proqnozlaşdırıb və Tehranın təxliyə çağırışları fonunda mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. O, İrana Amerika əskərlərinin hədəf almaması barədə xəbərdarlıq edərək hücuma məruz qalacağı təqdirdə sərt cavab verəcəyini bildirib. Trump hərbi fövqəladə planlar və ya konqres brifinqləri ilə bağlı şərh verməkdən imtina edib. Lakin Amerikanın birbaşa iştirakı olmadan İranın nüvə proqramının aradan qaldıracağına ümid etdiyini bildirib. Ötən gecə İsrail qırıcıları İranın dövlət televiziyası İribi bombalaması zamanı ölənlərin adlarını açıqlayıb. İran mediasının verdiyi məlumata görə aparıcı Məsumə Əzimi zərbələr nəticəsində həyatını itirib. Bugün isə İran mediası Məsumə Əzimi ilə yanaşı televiziyanın xəbər redaktoru Nima Rəcəbpurun da öldürüldüyünü bildirib. İran körfəzinin Hörmüz boğazında hədəf alınan 3 gəmi yanır. Bunu Beynəlxalq Dəniz Risk İdarəetmə şirkəti də təsdiq edib. Hələlik hansı ölkənin olduğu bilinməyən gəmilərin Birləşmiş Ərəb Əmirliklərinin sularına yaxın yerdə vurulduğu bildirilib. Gəmilərin hansı şəraitdə və hansı ölkə tərəfindən vurulması barədə məlumat verilməyib. Qeyd edək ki, bundan əvvəl İran Hörmüz boğazını bağlayacağı ilə hədələmişdi. Amerikanın müharibəyə qarışacağı təqdirdə Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyn dövlətləri bir neçə gün, hətta bir neçə saat ərzində məhv olacaqlar. Bunu İranın nüvə danışıqları qrupunun keçmiş müşaviri Məhəmməd Mərəndi deyib.
Amerika prezidenti Donald Trampın vətəndaşlara Tehranı tərk etmələri barədə xəbərdarlığına toxunan Məрэndi insanlara adı çəkilən 4 ərəb ölkəsini təcili tərk etməyə çağırıb. O bildirib, bu ölkələrdə kölələr və miqrant işçilər yəqin ki, nəzarəti ələ keçirəcəklər.